Yəqin ki, hər kəsi həyatında bir dəfə düşündürən suallardan biri nikah zamanı şahidlərin tutulması ilə bağlıdır. Çoxumuz elə bilirik ki, şahidsiz nikah kəsdirmək qeyri-mümkündür. Bəs qanunlarımızda nikah üçün mütləq şəkildə şahid tələb edilirmi? Məsələyə aydınlıq gətirmək üçün Ədliyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Bildirildi ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 3.16-cı maddəsinə əsasən nikahın qeydiyyatı zamanı bəy və gəlinin arzusu ilə digər şəxslər də prosesdə iştirak edə bilərlər. Lakin nikah aktına imza atacaq şahidlərin sayı 2 nəfərdən artıq olmamalıdır. Həmin şahidlərin yaşı, qohumluq dərəcəsi və digər meyarlar barədə qanunvericilikdə hər hansı xüsusi tələb və ya məhdudiyyət nəzərdə tutulmayıb. Bir çoxlarını düşündürən əsas məqam isə budur ki, şahid olmaq gələcəkdə onlar üçün hər hansı bir öhdəlik və ya hüquqi məsuliyyət yaradırmı? Zəruri olan bir hal deyil. Siz nikaha daxil olan zaman şahidiniz olmasa belə nikaha daxil ola bilərsiniz. Və onu da qeyd etmək istəyirəm ki, həmin nikah şahidinin iştirak etməsi və yaxud da ki, sizin hansısa bir nikah prosesində belə deyək, nikah şahidi kimi iştirak etməyiniz, imza çəkməyiniz hər hansı bir hüquqi risk, problem yaratmır. Nə nikah dövrlərində, nə də ki, boşanma proseslərində sizlə bağlı heç bir hüquqi problem mövcud deyil. Bəs kəbin kəsildiyi zaman şahidlik məsələsi necə tənzimlənir? Şahidlərin nikah mərasimində nikah kəsilərkən iştirak etməsi nikahın gizliliyinin qarşısını almaq məqsədi daşıyır. Böyük İslam məzhəblərinə görə ən azı 2 şahidin olması şərtdir. Ancaq Maliki və Cəfəri məzhəblərinə görə demək şahid olmadan da vəkil adlanırlar Cəfəri fiqhində. Bunlar olmadan da nikah etibarlıdır. Buradan da aydınlaşır ki, şahidlərin iştirak etməsi şərti əslində nikahın gizliliyinin qarşısını almaq məqsədi daşıyır. Digər məktəblərə görə də bu şərt qoyulub ki, ictimailəşsin və elan olunsun. Müasir dövrümüzdə təbii ki, gənclər, ümumiyyətlə şəxslər özləri müraciət edərək dövlət qurumunda nikah kəsdirirlər və bu şübhəsiz ki, dövlət qurumuna bəlli olmaqla eyni zamanda da ictimailəşir və bu məlum olur. Beləliklə aydın olur ki, nikahın qeydə alınması üçün şahidlərin olması zəruri şərt deyil və onların iştirakı tərəflərin istəyindən asılıdır. Eyni zamanda nikahda şahid kimi iştirak etmək şəxslər üçün hər hansı hüquqi məsuliyyət yaratmır. Nigar Rəcəbova, APA TV.